Düşünürəm ki, bu məsələ öz həllini tapıb. İndi təfərrüata varmaq istəmirəm. Yeni Sabah az məlumat verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bugün martın 13-də Mülki Müqavilə Partiyasının ofisində jurnalistlərlə söhbətində beynəlxalq məhkəmə proseslərinin qarşılıqlı olaraq geri götürülməsi və bu məsələlərin yeni eskalasiya üçün səbəbə çevrilməməsi haqda öncəki bəyanatını şərh edərkən bildirib. O, eskalasiya üçün heç bir səbəbin olmayacağına dair zəmanət alıb almadığını soruşduqda belə cavab verib. Zəmanət çox aydın söz kimi görünür, ancaq bir çox hallarda anlaşılmazdır. Deyirəm ki, əslində bu mətnlər statik olaraq dəyişməz qalmayıb. Müəyyən təkamül keçiriblər və mətnlərin keçdiyi bu təkamül bizim üçün ən arzu edilən variant deyil. Lakin biz bu təkamülü özümüz üçün məqbul kimi qiymətləndirmişik. Sosial media istifadəçiləri arasında ən çox paylaşılan, ən çox izlənən, ən çox bəyənilən kontent New Yorkda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüş vaxtı çəkilmiş fotodur. O deyib ki, Türkiyə və Ermənistan nümayəndələri arasında əlaqələrin qurulması müsbət haldır. Bu ilk baxışda sadə görünə bilər, ancaq olduqca simvolikdir. İki ölkə təmsilçiləri arasında əvvəllər mənfi reaksiyalara səbəb olan görüşlər artıq psixoloji bariyerləri aşıb. Düzdür, bu hələ ticarət kimi vacib məsələlərə sirayət etməyib, lakin mühüm hadisədir. Prosesin uğursuz olacağını demək üçün tezdir. Paşinyan əlavə edib ki, tərəflər arasında normallaşma prosesi daha 3 ay, 6 ay və ya 1 il gecikə bilər. Ancaq fikrimcə bu yalnız zaman məsələsidir və səbirli olmalıyıq. Bu mövzuda bəyanatlar ölkə daxilində birmənalı qarşılanmır.